Türk Dövlətləri Təşkilatı, bu təşkilatın bir şüarı var, biz birlikdə güclüyük. 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan iştirakı ilə yaradılmışdır. Mərkəzi Fatih şəhəri olan bu təşkilatın sədri Kubanıç bəy Ömrəliyevdir. 5 üzvü və 3 müşahidəçi üzvü var. Üzvlərdən 4-ü yaradıcısıdır. Sonradan qoşulan isə Özbəkistandır. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Müşahidəçi üzvləri Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, strukturuna daxildir Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Katiblik. Türk Dövlətləri Təşkilatının bayrağı 22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının 2-ci zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkiyə Prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır. Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.